Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşüb. Axar az xəbər verir ki, tərəflər ABŞ prezidenti Donald Trumpın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar. Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər. Onlar həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan TRIP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Azərbaycan prezidenti və Ermənistanın baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib. İkitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər. Bu, trend deyil, aktual çağırış kimi qəbul edilməlidir. Son dövrlər Respublikamızda dövlət maliyyəsinin idarə edilməsi istiqaməti üzrə həyata keçirilən institusional və sistemli islahatlar makroiqtisadi siyasətin müxtəlif komponentləri üzrə müsbət dinamikanın formalaşmasına köklənib. Belə ki, hazırda rəqəmsal həllərin, informasiya texnologiyalarının, o cümlədən makromüstəvidə iqtisadi sistemlərdə geniş formatda istifadəsi ilk növbədə dünya təcrübəsində formalaşmış beynəlxalq miqyaslı bir trend kimi deyil, aktual çağırış kimi qəbul edilməlidir. Çünki sözü gedən məsələ iqtisadi proseslərin sürətlənməsinə, eyni zamanda idarə etmə qərarlarının effektivliyinin yüksəldilməsinə xidmət edir. Axar az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək. Şübhəsiz ki, dövlət maliyyə resurslarının generasiyası, eləcə də onların xərclənməsi üzrə müvafiq innovativ rəqəmsal qərarların tətbiqi ölkəmizin iqtisadi imkanlarını genişləndirməli. Müvafiq dövlət təşkilatlarının inkişaf institutları kimi fəaliyyət göstərmələri üçün münbit platformanın yaradılmasına xidmət etməlidir. Təbii ki, belə olan halda həyata keçirilməli tədbirlər üçün tələb olunan qanunvericilik bazasının, hüquqi və normativ əsasların təminatı zəruridir. Rəqəmsal dövlət maliyyəsi, informasiya sistemi mexanizmi iqtisadi çağırışlardan qaynaqlanaraq, bir tərəfdən dövlət maliyyə resurslarının əmələ gəlməsi prosesinə, digər tərəfdən isə dövlət xərclərinin effektivliyinin təmin edilməsinə müvafiq şərait yaratmalıdır, deyə deputat qeyd edib. O əlavə edib ki, rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin effektiv fəaliyyət göstərməsi iqtisadi artımın əsas təkanverici amillərindən olan investisiyaların keyfiyyət göstəricilərinə pozitiv impuls verməlidir. Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq. Bu aylar ərzində Vaşinqton sammitindən ötən müddətdə biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda digər sahələrdə işbirliyini genişləndirdik. Axar az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunma mərasimində bildirib. Bu 6 ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və Ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik, deyə dövlətimizin başçısı vurğulayıb.